Azərbaycan xalqı öz ədəbiyyatına, milli mənəvi dəyərlərinə çox sahibdir. Məzmunu baxımından belə dəyərlərin təcəssümünü işıqlandırmalı biz şagirdlər özümüzə borcluyuz. Ədəbiyyat insana cəmiyyətin hisslərini, düşüncələrini, arzularını, istəklərini o hər cür şəkildə əks etmən söz sənətidir. Rəssamlıqda rəngdən, musiqidə səsdən, rəqsdə bədəl şəkillərindən hansı məqsədlə istifadə olunursa, ədəbiyyatda da sözdən məhz həmin məqsədlə istifadə olunur. Azərbaycan ədəbiyyatının tarixi həm şifahi, həm də yazılı ədəbiyyatının tarixini əhatə edir. Şifahi xalq ədəbiyyatı dildən dilə, ağızdan ağıza keçərək yazılı ədəbiyyatı isə yazı yalanaraq qorunub saxlanılır. İndi isə sözü şagirdlərimizə verəcək. Mən Bəxtiyar Vahabzadənin ana dilim şeirini səsləndirəcəyəm. Bəxtiyar Vahabzadə məşhur Azərbaycan şairi, dramaturqu və ədəbiyyatşünasıdır. O, Azərbaycan ədəbiyyatının görkəmli şəxsiyyətlərindən. Xalq şairi Bəxtiyar Vahabzadənin ömrü boyu məşğul edən məsələlərdən biri də ana dili və onun tədrisi ilə bağlı problem olmuşdur. Dil açanda ilk dəfə ana söyləyirik biz. Ana dili adlanır bizim ilk dərsimiz. İlk mahnımız laylanı anamız öz südü ilə içirir ruhumuza, bu dildə gülər. Bu dil bizim ruhumuz, eşkimiz, canımızdır. Bu dil bir-birimizlə əhd-i-peymanımızdır. Bu dil tanıtmış bizə bu dünyada hər şeyi. Bu dil əcdadlarımızın bizə miras verdiyi qiymətli xəzinədir. Onu gözlərimiz tək qoruyur, sonraki nəslərə biz də hədiyyə verək. Ey dilim, səndədir xalqın ədli, hikməti, ərəb oğlu məzmunu, dərdi səndə dilatır. Ürəklərə yol açan Füzulinin sənəti, ey dilim, qüdrətinlə dünyalara yol açır. Səndə mənim xalqımın qəhrəmanlıqla dolu tarihi yaratmalı. Səndə mənim neçə minillik mədəniyyətim, şan-şöhrətim saxlanılır. Mənim adım sanımsan, namusum vicdanımsan. Orta əsr Azərbaycan şairi, mütəfəkkir, filosof, Azərbaycan ədəbiyyat tarixinin, divan adamının ən məşhur simasıdır. İndi isə Məhəmməd Füzulinin Söhbətül Əsmar, yəni meyvələrin söhbəti əsəri 8 asrın şagirdlərinin dilindən dinləyək. Azərbaycan tarixində görkəmli şair, mütəfəkkir, tərcüməçi, Azərbaycan ədəbi dilinin əbədi yaradıcılarından biri kimi həcc olmuşdur. Füzuli zəmanəsində gördüyü ictimai çatışmazlıqlara, baş verən çəkişmələrə Söhbətül Əsmar əsərində öz münasibətini bildirmişdir. İndi isə Məhəmməd Füzulinin Meyvələrin söhbəti əsərini izləyək. Bahar fəslidir. Çöllər, çəmənlər yaşıl don geymişdir. Qış yuxusundan ayrılmış, güllər, çiçəklər, minlərcə çalırdı. Mavi ilə qızarmışdı ki, elə bir bağına qat çəkmişdilər. Kəmərlərdə yasəmənlərin xoş rəngli, ətli, gözəlliyi qəlbə fərəh verirdi. Təbiətin bir gözəl çalınma, meyvələrin zillindən bir nəfər arxadan bağa gəzməyə gəldi.
O bağa girən kimi meyvələrini təxr edib, ömürlüklərini gördü. Ağza deyirdi. Bu dünyada məndən gözəl meyvə hanı, qızıla dərmanının şəfası, xəstə olanları mənə, bütün həkimlər də dedi ki, baş ağrısının da dərmanı mənə. Ağza sözünü deyirsən an, cavalı hisslə özündən sızdı və alçıya dedi. Ey ətər, heç varmırsan ki, belə təxr edirsən, turşuluğundan dişləri qamaşdırsan. Səni deyən adam ya ərcil olar, ya da ifrit. Mənim adım cavalı qoydu. Yüz yüzlərdə saçılan budaqları var. Gül kimi sarı, gah yaşıl, gah kırmızı, hətta zəfəran rəngində çalan meyvələrim var. Kiraz cavanın səsini eşitdi, ona belə təlinə vurdu. Ey, heç xanım xəcalət çəkmirsən? Niyə özün bu qədər tərif elədin? Sənin dadına bax, geniş gündə 3 dəfə bal yiyir. Mənim isə gözəl yuvası heç bir meyvədə yoxdur. Dəyənləri də göydəki ulduzlara bənzəyir. Hər budağın bir sər balazıdır. Bütün gözəllər mənim həsrətimi çəkir. Bu sözləri eşidən əli qışqırıb dedi. Gör Gülas necədir, ey qarnın sağsağanları kimi, bu evdə fərq edib özünü ölürsən, səni yiyən ziyandan başqa heç nə görməz. Səni bəsləyən bağban, axırda zərərini çəkir. Mənim adımı əliş qoyublar, gah sürün kimi yaşıl, gah da qızıl suyuna salınmış kimi sarı oluram. Mən törətləri dadı ləzzəti. Əlin sözlərini eşidən alma acıqlanıb qışqırdı. Ey qutlu bələmli yaxası yarı, sənin paltarın tozludur, özündə torpaq dadı verirsən. Xasiyyətli bilə-bilə özünə öyürsən. Mənim adımı alma qoyublar, üzüm aldırmızın paltarın atlaslandır. Alma özünü hey tərifləyirdi. Birdən alma irəli çıxıb dedi. Her şeyden kimle fesat törədim. Tərife ihtiyacın olsaydı adın alma yox, ama vardı. Mənim isə adıma armud qoydular. Yaxşı xasiyyətim var, nuşutanlıqda yerilir. Hər məsajıma hər də təvayım. Armud öyülməkdəykən üzüm onun səsini eşitdi. Qəzəb və birdən qəzəbləndi. Armuda dedi. Ey canının vurduğundan rəngi saralmış, ey zəifliklə başı geçərmiş, özün dərdli olduğun halda başqalarını necə əzab verirsən? Keçərdən dərman biskidi başını yaxardı. Düz əvvəl dərdlərini bizə, sonra başqalarına şəfa verir. Mənim adım isə üzüm qoydular. Mən meyvələrin içində ən əzizəm. Bu sözləri eşidən heyvan hirsindən saf-sarı saraldı və üzümə dedi. Ağzını axırda hamının gözünə düşüb müdris olarsan, qəm hissəyə batarsan. Ləzzət deysən ki, məndənim, daha da yaxşı adla. Bütün bağ tanrı mənim ətrimdir. Məni bədə üçün taxtalara qızır, hər bir öt yapar, gözəllər köpə verirlər. Heyvan öyündüyünü eşidənlər dilə gəldi. Bu mənasız danışıqlar, bu arzular nədir? Bəlkə qalsın mənim meyvəmin sənin məkanımızdan əladır. Hər təlayiqdə bir şey varsa, o da mənim turşu şirinliyidir. Amma elinə heyvə isə neçədir. Bu sözləri eşidən Arif adam orada qalmaq istəmədi. Sözlər arasında sintaktik əlaqələr iki cür olur. Tabesizlik, tabelilik. Tabelilik əlaqəsində tərəflərdən biri o birindən asılı olur. O birini izah edir və aydınlaşdırır. Cümləni quran əsas əlaqə forması tabelilik əlaqəsidir. Tabelilik əlaqəsinin 3 növü var. Yanaşma əlaqəsi, uzlaşma əlaqəsi, idarə əlaqəsi. İndi isə 8 və sinif şagirdləri Şamilli Gülay, Umudlu Elnurə, Şamilli Aile və Həşimli Firəngizi dilindən tabelilik əlaqələri haqqında sənədini izləyəcək. Unutdunmu? Biz dostdur. Biz də səndən əməkdaşıq. Tərəflərimiz arasında uzlaşmağa yol verir. Uzlaşmadır adım bileyim, dostuyam mən baş cümləmiz, mübtədanın həm xəbəri. Əsas olur mübtədalar, ondan asılı xəbər olur. Şəxsə görə bu dostluq var, əsas heç pozulmayır. Cəmiyyətdə birinci, ikinci şəxs sadiq olur həmdən olur. Üçüncü şəxs cəmiyyətdə şək içir, can uzlaşır, başım yola can açır. Deyirəm bunu bilin, idarədir adım mənim. Tamamlıqla həm xəbəri, yer zərfliyi ilə xəbəri. Birinci və ikinci növ təlimi söz birləşmələri tərəfləri arasında idarəni yaradıram. Aslı sözü əsas sözə bağlayıram. Qrammatik şəkilçinin halına mən ağlayıram. Tərəflərin birincisi aslı olur hər bir zaman. İkincisi əsas olur bir-birinə yanaşan. Hamıdan çox biri məni bu sırada öymək olar. Ənənəvi toy rəqsi olan uzun nərəni, adətən qızlar, gəlirlər, bəzən də yaşlar ifadə. Rəqs olduqca zahirəli, aram, incə, lirik günün gözəlləri. Rəqs qanqas qapıları arasında da geniş yayılmışdır. İndi keçək 8 asrın şahidi
Azərbaycan xalqının yetişdirdiyi böyük şairlərdən biri də Məhəmməd Hüseyn Şəhriyardır. Şəhriyar çox istedadlı gənc idi, ədəbiyyatı çox sevirdi. Gənc yaşlarında fars dilində gözəl şeirlər yazırdı. İndi isə keçək Məhəmməd Hüseyn Şəhriyar və anasının diyaloqunu səsləndirmək üçün Məmmədli Həmid, Həşimli Firəngiz və Şamilli Gülayı səhnədə. Gün başmışdı. Akşamın sessizliği yavaş yavaş uçur internetinin üzerine. Sitelerdeki sesler, resmi daireler, evlerine bayram memnunların ayak sesleriydi. Kent təsərrüfatı bankında yönetim ilgi geçsen Şəhriyar, biraz evvel eve çatıp anasının gözəl yemeşlerle bədəl götürməsinin başına oturmağı tələsdi. Evlerinin yerdəki küçəyə döndüğü zaman yadına düşdü. Dünən gecə yarımçıq qalan şehri. O an ağzında nə yorgunluq qaldı, nə də anasının yemeşləri. Sizindən dünən gecə yazdığı şehri çıxarıb, çimənli divara söykədi və yarımçıq qalan şehri tavalamağa başladı. Akşam söküb qaranlıq dərbizi güləndə o da yazdı şehrinin son misrası və evlərinə yolladı. Çox böyük sevinç və tatlıdan mütərciydi. Bu sevinç yaşlı nazarın yemeşlərini damlağa qoymurdu. Şehrini bitirmişdi. Anası da oxumağa başladı. Salam anacan, nedəsən? Yaxşıyam, oğul, sən necəsən? Yaxşıyam, ana. Ana, mən bugün sənin üçün şey yazmışım. Onun üçün oxuya bilərəm. Buyur, oğul. Rəzrəm barani, kəlmə zuhub barani. Ruhkarani xaxari, qubuşturur mahari. Şehrini okuyup bitirdikten sonra anasının yüzüne baktı. Onun yüzünde yok idi her zamanki gülüşü. Halbuki her şeyin anasını okuduktan sonra onun sevincini aşkar görerdi. Şehriyar anasını bu soyutluğuna dönebilmedi. Ana, yoxsa xəstələnmişsən? Diye soruştu. Mən səni istəm. Anası partide hasta olmadığını söyledi. Şehriyar bu cevaptan şaşıp kaldı. Özünü tanıdığı gün de evde hamı Türkçe danışırdı. Hele rəhmətli anası bunlar çok dikkat ederdi. Şehriyar anasından soruştu. Ana, sən nə üçün farsça danışırsan? Ana oğlanın üzüne bakmadı. Yüreğindeki güçleri ve duygulu sesler. Sən Türkçə yazsan ki, mən də sənə Türkçə cavab verəm. Evimizdə həbs etdik Türkçəni. Artıq şeirlərini dinləməyəcəyim. O köküz də bitər. Türk dilində böyüdür, farsça yazırsan. Diye cevap verdi. Şehriyarın rəngi qaçdı. Əlindəki farsça yazdığını son şehrinde parmakları arasında yere düştüğünü hiss etmedi. Ona fikri karma karışık olmuştu. Üzüne bir ana şüphesi gelmişti. Yemeği unuttu. Kesmiş günlere daldı. Atasının elinden tutup Gezer babadanları ateşlerinden şikayetleşti, gülüzlendi. Nice dolaşanı kalktılar. Oradaki bilmediği şeylere, sonunda olduğu hadiseler, zihninin gizli hazinesinden çıkıp beynine hakim oldu. Türkçe yazacağım. Bundan sonra Türkçe yazacağım. Heydər baba ildırımlar çıxanda, sellər sular, şaqqıllar axanda, qızlar ona səhv şahlar baxanda, salam olsun şefqət qızı Eluz'a, mənimlə bir adım gəlsin dili uzaq.
Sizə söhbət açım ilk baharımdan, nəğməm ilə bir də keçim öz diyarımdan. Bol bəhrəl Muğan düzü, Mil düzü, Şirvan düzü, gəl şən Azərbaycan. Tər güllər şəfalıdır, göy göldə səfalıdır, hər yanı gülşən Azərbaycan. El kızlar düzüm düzüm Kür qırağında, min gül açır Gəncəmizin hər budağında. Dost ellər Qarabağın dağ bu qarlıdır, gen çölləri bu torpağın xoş baharlıdır. Bol bəhrəl Muğan düzü, Mil düzü, Şirvan düzü, gəldir şən Azərbaycan. Tər güllər vəfalıdır, göy göldə səfalıdır, hər yanı gülşən Azərbaycan. Hər damlası layla çalan göy Xəzərim var, hər ulduzun nəğməm olan min şəhərim var. Keçdim yenə çiçək hər mahalımdan, öz yurdunun doymaz ürək yüz vüsalından. Bol bəhrəl Muğan düzü, Mil düzü, Şirvan düzü, gəldir şən Azərbaycan. Tər güllər vəfalıdır, göy göldə səfalıdır, hər yanı gülşən Azərbaycan. Hər yanı gülşən Azərbaycan. Dilimizdə hər bir söz müəyyən nitq hissəsinə aiddir. Nitq hissələri iki qruplar, əsas və köməkçi nitq hissələri. İndi isə 8A və 8B sinif şagirdləri nitq hissələri olan səhnədəki səsləndirməyə dəvət edilir. Qrammatika öyrənək, hissələrə bölməyək. Morfologiya, sintaksis öyrənmək bizə gərək. İsimən adlanıram, mənsubiyyətinə görə dəyişib, altı halda hallanıram, konkret və mücərrət olmaq. O fiillər diyor sifət, zərf edilir sifət, onlar qardaşlarına və isimli dildə sifət. Ondan düşmeli sıfır, ondan yoxdur, öz sənmiş sifətin sözlərine satır. İsim edir əmir bir, o zərflər küfrü deyil, sifət heç sevməyir, amma ismi sevir. Əvəzliyəm bəzərəm, hissələri bəzərəm, ondan mənə tay olmaz, morfologiyada gəzərəm. Hərəkədə zərifdir, o fiildən zərifdir, fiil xəttə də müncəsi zərfdir. Qoşmayam, qoşururam, sıramda diş duyuram. Əsası köməkcər, düşünüb uyduyuram. Sözləri, cümlələri mən bağlayıram, növlərimi 8 sətirsə dalayıram. Mənə deyirlər, qartdır, hökumətin nitq hissəsidir. Ələt olunuzda verirəm, məni çox sevirəm, mənə həyran, əldə, şarkişləri çox şeyirəm. Monom, mən təsdiqəm yəqinəm, monom nəticəyəm, fikrim mənbəyində, qəlbimdə xəsut olur. Moda o söz deyilim, mənim bir şəxsin olmaz. Sevinç qədər boğuda, anti-müraciət və təcrid, doğurun öyrənişlər, çağırışla almışlar, cəmləşir bu idarə. Bütün Qafqazlar geniş layihəsi olan ləzgi rəqsini ifa etmək üçün 8 asırın şagirdləri Həşimlə Ayhat, Nəbilə Asima və Kərim Alim'i səhnəyə dəvət edilir. Asabobi çamurda, dişi çamurda kani. Adekla bonobi abe sakoba şerda kani. Alelali dinao, alelali dinao, alelali dinao, alelali dinao. Bisimisa, bisimisa, alelali surigobi, alelali surigobi, alelali dinao, alelali dinao.
Gəlincə dünyaya göz açan Azərbaycan şairi, Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olan Nizami Gəncəvi olmuşdur. Onun lirik şeirlərində zülmə, haqsızlığa, ədalətsizliyə, zərifliklər və etiraz var ki, Nizami Gəncəvi Siqlər hədəsinə aid olan Kəsən kişinin dastanı əsərini səsləndirmək üçün 5 əsrin şagirdləri Davudov, Davud, Kərimi, Nihat və Neymətli adını səmiyyə edir. Şam şəhərində bir qoca bir kişi vardı. Hər kimin zincimi camaatdan qaçardı. Toplayardı özünə, yaşıl otlardan köyünə, o bizi qazanardı. Hər gün şəhər kəsərdi. Öz işiyle məşğulkən bir gün qoca kişi fələyin öz əli ilə bir daha atdı içdi. Birdən-birə bir cavan oğlan göründü gözə, qocanın qarşısında durub başladı sözə. Ağırlarında qılınç durmalı qədər. Qalx kisədən bir qarı, çörək əsirgəməzlər. Bu kəndin gəlibi, yansın deyə alvar, başda bir sənət tatlı işlər rahatlanır. Nə vaxtıdır zəymətlər, daş kəsək əlində isə, sudan paltıqlar da, nə vasılır istəsən. Qoca sanatı gözünü ahıllara bərabər, zamanların işini zamanları. Qoca dedi, cavansan, belə cahillik etmə, ən tekbal sözlərdən, mənə ağıl öyrətmə. Onun üçün öyrətdim kəlimi sərdə, bir gün sənə açıb düşməyəm xəcərdə. Mən bir kisə deyiləm ki, xəcərdən ötürü möhtac, əlimin zəhməti ilə tutdur gözümü, deyil artıq. Mən onun üçün güvənkəs hayəbəsdir, düşünsəm bilərsən ki, dediklərlə bəsdir. Cavan oğlan sarsıldı qocanın bu sözündən, orada durmadı getdi, yaş axırdı gözündən. Dünya görmüş adamdır, söylədiyi bu qoca, öz işində hamı gözündə oldu ucaq. İndi isə 8B sinif şagirdləri Şamilli Aydın və Süleymanlı Babəyin dilində İskəndərlərə poemasına aid olan İskəndərlə müsahibənin diyaloqunu dinləyək və izləyək. Ey böyük hükümdar, yiyiniz bu ən dadlı kuruşlardan. Ey sadə dilbər, ölçüsüz söyləmə, tökməyəsən hər. Gözünü sən süfrəmə, almaz, yağmış, gül, daş yeyilənmi? Bu nə deməkdir? Daşı da yiyəmə insan. Bu renkli təbiət həzm etməz buna. Öyle bir yemək yer ki, mədəni qoysun, rəğbət yoluna əl uzatmaq olsun. Daşın ki boğaza yolu yox daha. Faydasız yaramaz belə bir daş üçün bu qədər vuruşmaq, bu qədər çarpışmaq nə gerək? İndi ki yeməyə yaramaz bu daş. Dünyada onunla ucalar mı var? Dəyərsiz bir daş ki olmayır yemək. Onda onun üçün bu qədər zəhmət nə gerək? Ey xanımlar, xanımlı qadın, qüvvətdə erkəkdən ucal bir adın. O zaman dəyərli olardı sözün. Öncə bu daşqaşdan qaçaydın özün. Sənin xonçandakı bu daşqaş daşı, bu danlar, bu törmər kimə yaraşır? Süfrəyə cavahir satmaq nə gerək? Gövhərdən qaçmağı mənə bilir. Erkək sinəkliyəm, olsam da qadın, hər işi bəllidir mənə dünyanın. Mən də bir aslanam, düşünsən biraz, aslanın erkəyi dişisi olmaz. Azərbaycan dahi şairi Əhməd Cavad 1914-cü ildə Gəncə şəhərində yazdığı Çırpınırdı Qaradəniz şeirinə Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli tərəfindən 1918-ci ildə musiqi əsasında yaranmışdır. İndi isə tədbirdə iştirak edən bütün şagirdlərimizi səhnəyə dəvət